Salam, hələ o zamanlar öz zəmanəsinin mütəfəkkirlərindən olan Həmdullah Qəzvini deyərdi ki, seçmə şəhərlər var cəmi bir neçə, bütöv xəzinədir arranda Gəncə. Barı bol, suyu saf, barlı bəhərli, iqlimi mülayim, torpağı Gəncə. Bəli, bu yol, bu cığır bizi barlı bərəkətli Gəncə torpağının daha bir qədim məhəlləsinə doğru aparır. O məhəlləyə ki, bu məhəllə ərazi cəhətdən geniş olmasa da, Gəncə və Azərbaycan tarixinə verdiyi şəxsiyyətlərin adı ilə bugün də hallanır. Zira Gəncə adlı səlnamə Gəncə məhəllələri silsiləsində getdiyi yolun növbəti dayanacağını Səfərabad məhəlləsində edəcək. Gəncəmizin nisbətən cavan məhəllələrindən olan Səfərabad məhəlləsi Günbatandan Toyuqçu, Quzey Günbatandan Zeynal bəy və Həsən bəy Ağa Hüseyn oğlanlarının bağ yerləri, Haqlı məhəlləsi, Günçxandan Sofulu, Quzeydən Tatabad, Güneydən isə Qala düzü ilə haşiyələnib. Hazırda isə bu məhəllə Qəmbər Hüseynli, Ağa Mirzə Əhmədov, Nizami küçəsi ilə Atatürk küçəsinin kəsişməsi, Zərifə Əliyeva və Nəsib bəy Yusifbəyli küçələri ilə haşiyələnib. Səfərabad Gəncə şəhərinin ən demək olar ki, qədim, qocaman məhəllələrindən biridir. Bunun başlamağı belədir də, başlayır Ziyadxan evindən, demək, Soflu, bir tərəf Sofludur, bir tərəfi Şaxsüyəndir. Bu cür başlayır. Bu yan tərəfi də Tatabaddır. Səfərabad məhəlləsi Gəncənin digər qədim məhəllələri ilə Haqlı, Sofulu, indiki Nizami küçəsinin, Qəmbər Hüseynli küçəsinin kəsişdiyi məhəllələrlə haşiyələnmişdir. İcra Hakimiyyətinin binası ki var, ondan ki yol gedir Şəmkirə tərəf, böyük küçədir, Nizami küçəsi. O Nizaminin ki büstü qoyulub, onun yanından indi Neftalan balnisası yaradıblar. Bax, həmən o Səfərabada aiddir. Altın Nurəli musiqi və ona aiddir. Keçmiş Simit küçəsi, indi Sütbəyov, Nəsütbəyov. O bir tərəfi də Sərəfil Mamedov küçəsi. Bax, bu gördüyün ərazi bütövlükdə Səfərabaddır. Hətta Səfərabadın özündə indi Sərəfil Mamedov küçəsi var, onun adı Tatabaddır. Yəni İrandan gəlmiş adamlar. O Səfərabada necə deyərlər, qonaq gəlib, hami gəlib. Onları öz qoyunda yerləşdiribdir. Tatabad. Məhəllənin adının hardan qaynaqlanması ilə bağlı söylənən fikirlərdə bir qədər diqqət çəkir. Məlumdur ki, Azərbaycanımızın bir çox bölgələrində olduğu kimi, Gəncədə də məhəllə birliklərinin əsasını silki, sinfi bölümlə yanaşı, peşə yönümü, dini məzhəb və bu kimi digər amillər müəyyən edirdi. Bu məhəllənin etnoaronimini araşdırdıqda isə məhəllənin adını mərhum Fərruq Əhmədovun Gəncənin tarix yaddaşı kitabına istinad etmək olar. Belə ki, məhəllənin adı buzxanaçı Səfər kişinin adından götürülüb. Bu kişinin məhəllənin hazırda yerləşdiyi ərazidə böyük bağları olub. Səfərabad Səfər kişi tərəfindən əsası qoyulan kənd, yaşayış yeri deməkdir. Hər bir nəslin bir sahibi var. Aydındır mı? Səfər bir nəslin başçısının, ağsaqqalının adıdır. Yəni bu nəslin bu başçısı buranı seçib özünə məkan, nəslinə məkan, nəslinə yer və bunu da adlandırırlar Səfərabad. Yəni buranı abadlaşdıran Səfər kişidir. Bax, bizim bu ağsaqqalımızdır. Səfər həmin sizin eşitdiyiniz Həmzəyevlərin, Yusuf bəy Nəsibəyovların, Tatlar küçəsinin, bütün bunların hamısının ağsaqqalıdır. Biz tarixin səhifələrini vərəqləyəndə görür ki, həmin məhəllələrin adı gedib qədim Türk tayfalarının kökünə bağlanır. Lakin Səfərabad məhəlləsi haqqında bunu demək mümkün deyildir. Adından da göründüyü kimi bu məhəllə bir nəfər şəxsin adı ilə bağlıdır. Yəni Səfər kişinin adı ilə.
Küçənin sakinləri ilə danışanda, onlarla söhbət edəndə də onlar məlumat verdilər ki, bu gözəl insan öz xeyriyyəçilik əməlləri ilə məhəllə sakinlərinin yaddaşında dərin iz buraxmışdır. Düzdür, onun tarixi xidmətləri haqqında məlumat verəcək daha yaşlı sakinlər az olduğu üçün biz digər tarixi mənbələri vərəqlədikdə onun haqqında qısaca da olsa məlumat ala bilirik. Yəni, şəhərimizin tarixində dərin iz buraxmayan bir insanın adını bir məhəllədə yaşatmaq qeyri-mümkündür. Çox güman ki, Səfər kişi öz xeyriyyəçi ilə məhəllə sakinlərinin yaddaşında dərin iz buraxmışdır ki, bu da onun adını həmin məhəllədə əbədiləşdirmişdir. 1804-cü ilin mayında bu məhəllədə 38 kişi, 35-i qadın olmaqla 23 evdən ibarət 73 nəfər yaşayırdı. 1916-cı ildə isə bu rəqəmlər müvafiq olaraq 45 və 160 idi. Məhəllə sakinləri əsasən ticarət, dəmirçilik, bağçılıq və buzxanaçılıqla məşğul olardılar. Əsas Gəncənin ziyalıları buradan çıxdı. Əsas ziyalılar. Ora biraz nəsəsi Bağmandır, ondan sonra başqalardır, Soxludur. Bunlar biraz qatışıq olubdur. Demişkən qaymaqları bu Səfərabadda yerləşibdir. Şəhərimizin digər məhəllələrinin sakinləri kimi Səfərabad məhəlləsinin əhalisi də dəmirçiliklə, ticarətlə və digər sənət növləri ilə məşğul olmuşlar. Səfərabadın cəmaatının əksəriyyəti sənətkardır. Dəmirçiliyi biliblər. Bunlar müəyyən bağ-bostan becəri, ən çox o sahə üzümçülüklə məşğul olur. Mən deyərdim ki, Təbriz üzümünün kökü onlardaydı. Siz indi görmürsünüz, 50-ci illərə qədər Səfərabaddan bizcə 40 aralan kimi, yəni o Naftalan sanatoriyası yaradıb ondan aşağı, düz vağzala qədər Təbriz üzümü idi. Onlar ən çox bağban oldular, üzümçülük yetişdirdi. Səfərabad məhəlləsi şəhərimizin qədim məhəllələri sırasında nisbətən yeni yaranan məhəllələrdəndir. Belə ki, bu məhəllənin yaranma tarixçəsini Ərəbli, Ozan, Səbzavad, Əttarlar məhəllələri kimi 1-ci minilliyin ikinci yarısına şamil etmək olmaz. Məhəllə Gəncə təzə yerinə köçərkən yaranır. Məlumdur ki, Gəncənin yer dəyişməsindən sonra müxtəlif səbəblərə görə şəhərdə yeni məhəllələr yaranır. Bir sıra məhəllələrin adları isə yer üzündən silinməyə başlayır. Haqqında danışdığımız zamanda məhsuldar qüvvələrin inkişafı, şəhərin hərbi əməliyyat meydanına çevrilməsi, Şiə, Sünni kimi məzhəb ayrılığına malik iki qüdrətli dövlətin, Səfəvilərin Osmanlılarla fasiləsiz müharibələri və digər müxtəlif səbəblər üzündən bir çox məhəllələr ömrünü başa vurur. Amma bu proses birtərəfli getmirdi. Şəhərin köksündən silinən məhəllələrin yerində yeni məhəllələr yaranırdı. Şahsevənlər, Tatabad, Səfərabad, Qırıqlı, Totanlı, Tapqışdağ, Çaylı, Molla Cəlilli, Dördyol, Xanlıqlar, 24, Çələbyurt, Kilsəkənd, Alacanlı, 40 Kilimçili, Su Tökülən, Mülkədərlilər, Cəhirri və bu kimi məhəllələr məhz Gəncə təzə yerinə köçərkən yaranıb. Onların bəziləri sürətlə tərəqqi etməkdə olan şəhərə gəlib, Şah Abbas tərəfindən köçürülən və burada məskunlaşan insanlar tərəfindən yaradılıb. Bir qismi isə təzə şəhərin ərazisində əvvəlcə mövcud olan kəndlərin tədricən böyüyən Gəncəyə qarışaraq əriməsi nəticəsində formalaşır. Mən sizə bugün bir həqiqət çatdıracağım. Əgər kim əsl Gəncəlidirsə, əsl Gəncəlinin hamısının Xaçmaz yaylağında yurdu var. Kim ki gəlmədi, sonra da onun yurdu yoxdur. Çünki niyə? Bir dəfə bildiniz ki, Nadir Şah Şamaxını tarmal elədi. Bir Şamaxıdan Ağsu yarandı, Göyçay yarandı, İsmaili yarandı, Kürdəmir yarandı, belə.
Bax, bu gördüyün Gəncədən də Nadir Şah o vaxtlar Gəncə xanlığı ona səs vermədiyi üçün və gəlib mildə muğamda tac qoymağa ki, gəldi, o Şirvanı da dağıtdı, Gəncəni də dağıtdı. Gəncənin əsl yerlərinin hamısı dağlara, daşlara çəkildi. Onun nəqliyyatı var idi, tüfəngi var idi, ərzaqı var idi. Düşmən taplağından çıxdı. Yəni, Nadirə tabi olmadı. O şəhəri talan elədi, amma varların çoxunu ələ keçə bilmədi. Həmən dediyimiz Səfərabadların yurdu haradır? Həməndir. Xaçmazdan ki, bəriyə çıxırsa, indi yerinə qəbirstanlıq salıblar. Ora həmənlidir. Səfərabad məhəlləsi öz qədim tikililərinin çoxluğu ilə seçilir. Məhəllədə yerləşən binalar öz memarlıq, arxitektura quruluşuna görə insanı sanki neçə əsr əvvələ aparır. Məlum olduğu kimi, Gəncədə hər bir məhəllənin öz məscidi, eyni zamanda qəbirstanlığı da olub. Səfərabad məhəlləsi də bu cəhətdən istisnalıq təşkil etməyib. Məhəllə sakinləri öz məscidlərini tikiblər və qəbirstanlıqlarını salıblar. Təəssüf ki, məscid sonradan dağıdılıb, qəbirstanlığı isə şəhərdə aparılan quruculuq işləri zamanı yerlə yeksan edilib. Səfərabad məscidi 20-ci yüzilliyin əvvəllərində günbəzsiz formada tikilib. Məscidin binasının qalıqları indi də Qəmbər Hüseynli və Nizami küçələrinin kəsişməsində qalıb. Abidənin özü isə Hacı Məmməd Hacı Əlioğlu, Məşədi Tağı Hacı Hüseyn Baba oğlu, Hacı Ələkbər Məşədi Aloğlu, Məşədi Cəbrail Haqverdoğlu, Qəhrəman Haqverdoğlu, Hüseyn Babaoğlunun məşvərətindən sonra məhəllə cəmaatının vəsaiti hesabına tikilib. Məhəllənin demək 3 dənə məscidi olubdur. Biri Ziyadxan evinin yanında, oradakı Həmid bəy 1898-ci ildə burada evdə Puşkin bu bir zadı kitabxanası açıbdı. 1899-cu ildə Puşkinin 100 illiyi ilə əlaqədar olaraq həmən kitabxananı köçürüblər ora. Başqa hansı məsciddir? Səfərabad məscidi. Odur. Birisi bu indiki Naftalan deyirlər ha, burada. O da məscid olubdur. Sonra biri də ki, bu indi ev tikiblər, bizim evin qabağında təzə ev. Onun yerində məscid idi. Orada belə yekə məscid olmaz. Kümbəs kimi bir şey olar. Ölü yumaq üçün, sonra adamların istirahət üçün, gəlib getməsi üçün iri həcmli məscid olmuyor orada. O ancaq o qəbirstanlığa məxsus kümbəz ola bilər. Təəssüf ki, tariximizə ögey münasibət, bir qədər laqeydlik və ateizm təbliğatının nəticəsi olaraq Səfərabad məscidi dağıdılıb. Gəncə şərq memarlığının nümunələrini özündə yaşadan qədim bir abidəsindən məhrum olub. Səfərabad məhəlləsindən qalan yeganə yadigar isə keçmiş qəbirstanlıq ərazisində yerləşən gördüyünüz bu türbədir. Məhəllə məscidinin yaxınlığında kiçik Səfərabad qəbirstanlığı yerləşirdi. Haqqında danışdığımız qəbirstanlıq indi Hacı Seyid Bağırağa Müctəhidzadənin türbəsinin Günbatan tərəfində salınan parkın yerində olub. Orada balaca parkdır. Parkın ayağında türbənin yeri qalır. İndi də orada şam yandırırlar, nəzir qoyurlar, gedib gəlirlər. Onun hamısı Səfərabada aiddir. Səfərabada aiddir. Yəni, ən çox xoşa gələn Gəncədə odur ki, hər bir məhəlləmiz haqqında nişanə qalıb. Qəbirstanlığından nişanə qalıb, bir türbəsi qalıb.
bir səzzəgah yeri qalıb. Əhalinin, köhnə əhalinin, indi Həmzə evlər o nəsildəndir, Seyidlər nəsil. Məsələn, orada olan Seyid qadın o zirzəmiyə girib. 11-ci ordu içəri girib onu güllələyib. Səfərabadda ən birinci ki var o qadın ki oranın Seyididir. O dediyiniz qəbristanlığa xidmət edir, Rükünbəzə də xidmət edir. Onu axtarıblar ki, kötü kimi. O Seyid hardadır, o qadın hanı. Arxasından gəliblər, indi Həmzəyevlər olan, Nizaminin heykəli olan yerdə padval qalır. Həmin padvalda qadını gülləliyib 11-ci orada. Yəni demək istəyirəm ki, Sovet hökuməti dönəmində bizim yadda qalan, nişanəmiz olan, sabahımıza söz danışan adamları ya sürgünə göndəriblər, ya gülləliyiblər. Nəysə onlar tərk ediblər. Amma halal olsun bu millətə ki, heç olmasa öz yaddaşında tarixin izini saxlayıb. Bir otaqdan ibarət olan və 19-cu əsrdə inşa edilən türbə isə vaxtı ilə təmir edilib. Lakin ötən illər ərzində türbənin daxili və xarici görünüşündə dəyişiklik baş verib. Türbənin əvvəlki görkəminə bir qədər xələl gəlib. Axı bu türbə qədim bir məhəllənin varlığını özündə əks etdirən yeganə tikilidir. Məhəllə eyni zamanda öz görkəmli, tanınan elm adamları, Azərbaycan istiqlaliyyəti tarixində şanlı səhifələr yazan mərifət sahibləri ilə də məşhurdur. Bu şəxsiyyətlər arasında ilk növbədə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olan Nəsib bəy Yusifbəylinin adını çəkmək olar. Gəlin bu dahi şəxsiyyət haqqında bir qədər ətraflı danışaq. Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə Ziyalı ailəsində anadan olub. Öz doğma şəhərində klassik gimnaziyanı bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olub. 1917-ci ildə Rusiyada baş verən fevral burjua inqilabından sonra həmin ilin mart ayında onun təşəbbüsü ilə Gəncədə Türk Mərkəziyyət Partiyası yaradılır. Rusiya Müəssisələr Məclisinə nümayəndə seçildikdən sonra Nəsib bəy Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya seyfinin yaradılmasında fəal iştirak edib. 1918-ci il aprel ayının 22-sində Zaqafqaziya Demokratik Federativ Respublikası elan olunur. Aprelin 26-sında təşkil olunan Zaqafqaziya yeni hökumətində Nəsib bəy Yusifbəyli Maarif naziri vəzifəsini tutur. Onun maarif işi sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri 1918-ci il avqustun 28-də Azərbaycan hökumətinin məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etməsi olur. 1919-cu ilin martında Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Kabineti istefa verir. Yeni kabinetin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırılır. Aprelin 14-də o, özünün yeni hökumətinin tərkibini elan edir. Burada Nəsib bəy baş nazir vəzifəsini tutur. Belə bir şanlı ömür yolu keçən və xalqımızın azadlığı uğrunda mübarizədə şərəfli yer tutan, ömrünü xalqının yolunda fəda edən, mənəvi təmizlik timsalı olan Nəsib bəy Yusifbəylinin anadan olduğu, böyüyüb başa çatdığı və hazırda onun adını daşıyan küçədəki ev məhz Səfərabad məhəlləsindədir. Nəsib bəy Yusifbəyli ən demək nüfuzlu partiya yaradı bu. Ədəmi Mərkəziyyət Partiyası. Musavat Partiyasından birləşiblər də. O da Nəsib bəyin özünün təşəbbüsü olubdur. Şəxsi təşəbbüsü ki, ikisi birləşir Məmməd Əminin. Ancaq o partiyada o qədər sən deyən samballı adamlar olmuşdur. Musavatda. Ən samballısı Məmməd Əmin Rəsulzadə olubdur. Ümumiyyətcə, parlamentin üzvləri də əksəriyyəti Ədəmi Mərkəziyyət Partiyasının üzvləri olubdur. Bu ev 1887-ci ildə Nəsib bəyin atası Usub bəy tikdiribdi. Bu evdən olduqca çox böyük şəxsiyyətlər çıxıb. Yeri gəlmişkən deyim ki,
bizim bu Səfəravatın sağ tərəfində Ziyadxan olar. Onlar bizim qanlarımızdır. Ziyadxan olar. Biz Cavad xanla olduq. Cavad xanın həyat yoldaşı Şüvə xanın birinci həyat yoldaşı olub. Ondan da olan uşaqlar da hamısı ondan olubdur. Şüvə xanımdan. Onlar öyrəniblər 1785-ci ildə Cavad xanın 1804-cü ildə öldürüləndən sonra arvad 18 ildə yaşayırdı. 1812-ci ildə vəfat edibdi. Orada Gəncədə. O telefon bu yaxınlığa kimi dururdu. Biz uşaq idik, dururdu. Bizim səhvimiz oldu. O vaxtda başa düşmürdük də. Söktük o telefonu. O tuparda dururdu. Bəzi yaxınlarda Nəsib bəy Usubəyov kimi də tanınan bu dahi kiçik məhəllənin yetişdirdiyi yeganə böyük şəxsiyyət deyil. Məhəllənin adını çəkərkən daha bir ziyalımızın keçdiyi həyat yoluna nəzər salmağı da özümüzə borc bildik. Söhbət akademik Çingiz Cuvarlıdan gedir. Bu ev özünün daha bir sakini, akademik Çingiz Cuvarlının da dünyaya gəldiyi yer kimi tanınır. O texnik elmləri doktoru olub. Keçmiş SSR-nin və Azərbaycanın əməkdar elm xadimi olan, məsul vəzifələrdə çalışan Çingiz Cuvarlı SSR Elmlər Akademiyasının Yabloçkov adına və Ukraynanın dövlət mükafatına layiq görülür. Bu görkəmli elm xadimi təkcə Gəncənin deyil, bütün Azərbaycan xalqının fəxri simalarından biridir. Bax, o cuvarların bir tərəfi gedib çıxır Qarabağa. Amma cuvarlar bu şəhərdə möhkəm kök salıblar. Həmən cuvarlı nəslinin, demək olar ki, nəsil səcərəsindən yaxşı alimlər var bu saat. Cəmil olur cuvarını çıxar. Burada nəvəsi vardı, bizə də işləyirdi, indi Ali Təhsil Nazirliyindədir. Onların hamısının tarixi öyrənmək lazımdır, axtarmaq. Cuvarını yaxşı yada salırsan, cuvarını çıxar bu tayfalar içində ən qədimidir. Özdə mədənidir, ən savadsıdır, aydındır. Bunlar elmlə məşğul olan adamlardır. Bini öyrdən, dədə-babadan elmə qiymət verən adamlardır. Demək, əmim ölməmişdən bir 15 gün qabaq bana xəbər verdi ki, gəlsin sözüm var. Getdim yanına, evdəki adamların hamısını çıxartdı, otaqdakı adamları çıxartdı. Bana dedi ki, biz qabaq-qabağa söhbət edəyik. Dedi ki, mənim bir dənə xahişim, vəsiyyətim odur ki, məni aparın, anamın qoyununa qoyun Gəncədə. O Gəncə ilə çox bağlıydı, çox bağlıydı. Baxmayaraq ki, Bakıda yaşayırdı, Gəncəsiz dura bilmirdi. Bu cür, bu formada da getdik, bunu gətirdik, burada bizim Sərdabədə basırdıq. Söylədiklərinə görə deyirlər ki, Azərbaycanda yeganə alimdir ki, bu boyda çox titulu var. Yusifbəyovlar binası demək olar ki, canlı muzeydir. Burada Azərbaycanın ən məşhur şəxsləri toplanıb. Ölkənin taleyi üçün vacib məsələlər çox vaxt məhz burada qəbul edilib. Təəssüf ki, bu bina haqda binanın önündə ətraflı məlumat verən bir lövhə belə asılmayıb. Hər halda onların daxilində 80 yaşı, 100 yaşlı adamlar var. Gün sabah ölüb gedəcəklər. Onlarla söhbət aparmaq, şəkilləri çəkmək. Hər bir küçədə, bax o məşhur yerdə, onların şəkillərini ramkaya almaq, altında qeyd aparmaq, onlarla söhbət aparmaq, onların coğrafiyasını yazmaq, tarixini yazmaq, onlar hamısı gəncliyin borcudur. Gənclik bununla məşğul olmalıdır. Bizim Gəncəmizin
Hamısı məhəllədir, şüşə deyil, məhəllələr. Doqqaz, bası doqqazın ağzında oturublar. Nə isə məşğul olublar. Hətta ən gözəl cəhət oldu ki, ası nəsil əvvəldən nə ilə məşğul olsa, o nəsil o sənəti davam etdirir. İndi Səfərabadı öyrənmək üçün gedib hərlənəsən, görərsən ki, onlar üzümçülüyü yaxşı bacarır, gülü budamağı yaxşı bacarır. Sonra bir çox cəhətdən buz saxlamağı, padvalı. Hətta gizginə Səfərabadda ayrı-ayrı evlərlərin padvalına hamısı durur, köhnə evlərdə. Gör geniş o gördüyün buzxanalar, o gördüyün kümbəllər, qaçıb gizlənmək yerləri, hamısı durur. Ancaq bunları 5 gün sonra tapmayarsan. Bunları öyrənmək, yazmaq, qeyd etmək lazım. Mən yenə də deyirəm. Vətəni öyrənmək üçün birinci onu tanımaq, öyrənmək lazımdır. Ümumiyyətlə, Nəsib bəy Yusifbəyli küçəsi 21-də yerləşən və əsas materialı kərpicdən olan ev 1877-ci ildə inşa edilib. Evin tikilməsində şərq və qərb memarlıq üslubuna üstünlük verilib. Bina hazırda əvvəlki görkəmini saxlayır. Mən sizə bir söz deyib, bu evdən qabaq, Yusuf bəyin aşağıda ev olubdur. Hardasa 17-ci əsrdə tikilibdir. 17-ci əsrdə tikilibdir. Həmən ev 63-cü ilə kimi dururdu. O ev, o məhdəni, o evi Yusuf bəy uşaqlarının dayəsinə bağışlayıbdı. Necə bağışlayıb? Demək, o əmizdirən qadının əri Noruz bayramında Yusuf bəyə bir çuxa gətiribdi, bağışlayıbdı. Deyib, sən bu çuxanı bana bağışladın, mən də sana məhləni bağışlayıram. İndi bu dəqiqə o Rabitgil olan məhlədir, bizim aşağı məhlə. Həmən məhləni Yusuf bəy bağışlayıb. Əsas bu nəslin evi orada olubdur. Qeyd etdiyimiz kimi, Səfərabad məhəlləsi ərazi cəhətdən kiçik olmasına baxmayaraq, məhəllənin adı bu basalaqdan çıxan digər görkəmli elm adamlarının çoxluğu ilə də seçilir. Gəncə şəhərində məsələsi, bizim bu iki küçə var, Nəsib bəy Yusuf bəylinin adını daşıyır. Həmən küçənin eni uzunu cəmcümlətinə hardasa 1 kilometr yoxdur. Ona baxmayaraq, hardasa bir 800-700 metrdir. Ona baxmayaraq bu küçədən çox böyük şəxsiyyətlər çıxır. Küçənin başlanğıcında xeyriyyətçi, misinat Hacəli dayı Hüseynzadə olubdur. Yeri gəlmişkən deyib ki, Hacəli dayı Hüseynzadə mənim anamın dayısıdır, Abzər bəy. Abzər bəy parlamenti üzvü olubdur. Özü də Azərbaycanda ilk texniki, ali savadlı injinerlərdən biri olubdur. Sovet hökuməti gələndə onun Rus saldatları boğazına daş bağlayıb hasb yatıblar. Demək, o yandan bəri gələndə düzdür, cümhuriyyətə aidiyyəti yoxdur. Bəri tərəfdə Qəhrəman Qaraqaşlı. Qəhrəman Qaraqaşlı yeganə adamdır ki, ayrımların tarixini yazıb. Sosial Demokrat Partiyasının da sədri Nəsib bəyin qardaşı, böyük qardaşı Həmid bəy olubdur. Bu Həmid bəyin şəklidir orada. İstanbulda çəkilibdir. Mühacirətdədir. Sürgün ediblər bunu qabaqca Qazaxstana. Qazaxstandan sonra da gedibdir. Türkiyə, İstanbula. 1913-cü ildə Romanovların 300 illiyi ilə əlaqədar olaraq amnistiya veriblər. Həmid bəy qayıdıbdır yurduna.
Burada da elə 13-cü ildə də evlənibdi. Evlənibdi Şüksamanova ilə. Şüksamanov da qohumluq var bizlə. Şəhərimizdə yaşayan sakinlər, xüsusilə gənclər bu ev barədə, bu evdə yaşayanlar barədə bir qədər az məlumata sahibdilər. Yaxşı olardı ki, Gəncəmizin tarixini təbliğ edənlər, xüsusilə məktəb müəllimləri, şagirdlərə bu ev, nəinki bu ev, hətta Gəncədə olan digər dahilərin yaşadığı evlər, dahilər barədə bir qədər ətraflı məlumat versinlər. Bu nəinki müəllimlərin, sənin, mənim və hər birimizin vətəndaşlıq borcumuzdur.